Salam əziz tamaşaçılar, Arabaçı TV ilk verilişinə başlayır. Verilişimizin məqsədi əlil insanları maarifləndirmək, onların problemlərinin həlli yollarını tapmaq və əlillərin cəmiyyətə inteqrasiya etməsində onlara öz köməyimizi göstərməkdir. İlk çəkilişimizi biz Sumqayıtda Paralimpiya Mərkəzində başlayırıq. Verilişimizin qonağı hal-hazırda Avropa çempionatından yenicə qayıtmış, 5 qat Avropa çempionatı, 2 qat Olimpiya çempionu İlham Zəkiyevdir və onun treneri İbrahim İbrahimovdur. İlham müəllim, əvvəla sizi çox xoş gördük. İlham müəllim, əvvəlcə son nailiyyətiniz haqqında bizə danışardınız. Dekabr ayının 4-ü 5-i Macarıstanın Eger şəhərində növbəti Avropa çempionatı keçirilib paralimpiya judoçuların arasında və Azərbaycan yığma komandası orada çox böyük heyətlə təmsil olundu. Azərbaycan yığma komandası bu Avropa çempionatından 3 qızıl, 2 gümüş, 1 bürünc medalını qazanmaqla və səhərsi gün orada komandalar arası Avropa çempionatı keçirildi. Orada da Azərbaycan yüksək nailiyyət qazanacaq. 3-cü dəfə Avropa çempionu titulunu qazandı. Bu yarışda mən 5-ci dəfə Avropa çempionu titulunu qazandım və bu qələbəmlə mən yeni sikl başlayır, növbəti paralimpiya oyunlarına hazırlıq sikli. Bu qələbəmlə mən minnətdaram ilk əvvəl Allahıma, sonra Azərbaycanda yaradılan idmançılara, idmana yaradılan diqqət, qayğı birbaşa biz idmançıların dostu, cənab prezidentimiz İlham Əliyevin adı ilə bağlıdır. Bizim komitəmizi mən xüsusilə qeyd eləmək istəyirəm, Paralimpiya Komitəsi, Neftçi İdman Sağlamlığı Mərkəzi və əvəzsiz xidməti olan bizim məşqçilərimiz, baş məşqçimiz İbrahim Əlim İbrahimov, şöhrət ordenli məşqçimiz, onun zəhməti var. Mənim şəxsi məşqçim olan və İbrahim Əlimin köməkçisi olan Elxan Rəcəbini mən qeyd eləmək istəyərdim. Və hər bir kömək olan bizə insanlara mən öz minnətdarlığımı bildirmək istəyirəm bu qəribəmə görə. Bu gün əlillərin idmanla məşğul olmağı biraz çətin tərəfləri olsa da, biz hal-hazırda oturduğumuz paralimpiya kompleksi keçmiş MDB ölkələrində yeganə paralimpiya kompleksidir. Bunu cənab prezidentimiz bizə 2008-ci ildə Pekinə yollar salarkən bizi hədiyyə elədi bizə. Burada əlil idmançılara lazım olan hər bir şərait var. Mən üzümü tutardım valideynlərə mən müraciət eləmək istəyərdim. Utanmayın, gizlətməyin öz uşaqlarınızı, əlilliyi olan uşaqlar, onları bir çıxarın, gətirin. Burada bizim mütəxəssislərimiz var, onlar məşğul olacaqlar. Onlarla və hər hansı bir sahədə onun istedadı varsa o sahəyə yönəldəcəklər və peşəkar məşqçilərimiz onlarla məşğul olub. Onlar da yəqin ki, onların da arasında gələcəyin dünya, Avropa və Olimpiya çempionları var. Xoş gördük İbrahim müəllim, mən sizi də təbrik edirəm. Və sizə belə bir sual vermək istəyirəm ki, əlillərlə işləmək çətindirmi? Əlil insanlarla işləmək əlbəttə çox çətindir. Amma bu çətinliyə baxmayaraq həm də şərəflidir. Deməli, mən 8 ilə yaxındır ki, bu işlə məşğul oluram. Əsas bura gəlməyimin səbəbkarı mən İlham Zəkiyevə görə, İlham Zəkiyev bilirsiniz ki, ilk judonun yaranmasında, Azərbaycanda judonun yaranmasında ilk dəfə olaraq məşğul olan insandır. Mən onun məşq zəhmətimə minnətdaram ki, İlhamla birgə onlar bu idmanı yaratdılar və biz bu İlhamla dəstək olaraq biz də bu idmanla məşğul olmağa başladıq. Hal-hazırda əgər ilk dəfə başlayanda İlham Zəkiyev tək bir idmançı idisə, hal-hazırda idmançıların sayı indi judoçuların sayı 30-a qədərdir və onların qələbəsi də siz bilirsiniz, bütün respublikamıza hamı bilir ki, onların qələbəsi hamıya aydındır ki, onlar neçə qızıl, neçə gümüş və bizim ilk Azərbaycanlı idmançımız İlham Zəkiyev 2 qat paralimpiya çempionu, 5 qat Avropa çempionu, 2 qat dünya çempionu, şöhrət ordenli, əməkdar bədən tərbiyəsi və idman xadimi olan İlham Zəkiyev hal-hazırda da Bədən Tərbiyə İnstitutunun məzunudur. Çox gözəl. Bax, mən yəni belə bir idmançılarımız və bizim son yarışımızda bilirsiniz ki, Avropa çempionatı olubdur Macaristanda və burada da biz 3 qızıl, 1 gümüş və 2 bürünc medal qazandıq və bu qələbələrin əsası da bizim komandanın çıxışı oldu və biz komandamızda birinci yerə çıxaraq 3-cü dəfə Avropa çempionu komanda kimi oldu
və əsas komandanın da bütün özəyi mən İlham Zəkiyevə minnətdaram ki, o özünün son qələbəsindən komandamıza daha da dəstək oldu, daha da bizim uğurlu çıxışlarımız oldu. İbrahim müəllim, ümumiyyətlə ölkəmizdə 510 min əlilliyi olan insanlar var. Sizin bu insanlara və onların valideynlərinə müraciətiniz nə olardı ki, onlar da öz övladlarını gizlətməsinlər, cəmiyyətə inteqrasiya etməkdə və idmana cəlb olunmaqda onlara tövsiyəniz nə olardı? Ölkəmizdə ümumən son vaxtlar özünüz görürsünüz ki, bax bu Paralimpiya Komitəsinin yaranandan, Paralimpiyanın rəhbərliyi, Paralimpiyada bütün işçiləri çalışırlar ki, əlilliyi olan hər bir insan idmanla məşğul olsun. Düzdür, çətinliklər var. Özünüz bilirsiniz ki, bugünkü gündə bizim bəzi çətinliklər, yolların... Hansı çətinliklərdir o? Əsasən çətinliyiniz nədir? Əsasən mən məsələn özüm bilirsiniz ki, biz tez-tez yarışlarda oluruq, xarici ölkələrdə olurkən onların avtobuslarına, onların necə açılır və əlillər üçün hər bir şey. Amma bizdə təəssüflər olsun ki, elə avtobuslar, marşrutlar işləyir ki, o marşrutlara heç sağlam adam yəni əlillər üçün infrastruktur, nəqliyyat olsa, idmana da daha çox əlillər gələ bilər. Daha çox olar, daha çox insanlarda, bir də bəzi insanlar, hansı ki, onlar bugün əlillərlə məşğullar, mən xahiş edərdim ki, onlar ürək versinlər, əksinə o insanların qapanması onlara qarşı göstərilən qayğıdır. İlham qardaşıma demək istəyirəm ki, məsələn, siz tədbirlərdə, yarışlardan sonra prezidentlə görüşürsünüz. Ölkə rəhbəri də öz çıxışında dəfələrlə deyir ki, bütün sahələrdə inkişaf var və bu sahələrdə inkişaflardan niyə əlillər yararlanmasın? Belə görüşlərində, məsələn, sən prezidentdən nəyə xahiş etmək istəyirdin ki, əlillər üçün daha da tez edilsin bu? Cənab Prezidentimizin bütün məsələlərdən xəbəri də var. Mən cəmiyyətimizə müraciət eləmək istəyərdim ki, heç kəs əlillikdən sığortalanmayıb, əlillərə üstdən aşağı baxmasınlar. Hər kəsin başına gələ bilər bu. Əlillər də bizim bir cəmiyyətimizin üzvüdür, onlar da vətəndaşdır, onların da konstitusiya hüququ var, təhsil almağa da hüquqları var və yaşamağa da hüquqları var. Əlilliyi olan insanlara mən demək istəyərdim ki, sınmasınlar, mübariz olsunlar. Bu bir imtahan da Allah tərəfdən bizə göndərilir və bu imtahandan mən hər bir insanlara uzaq çıxmağa arzu eləyərdim. İmtahandır, bunu bəla kimi qəbul eləməsinlər və şükür eləsinlər. Yəni ki, aşağı baxıb şükür eləsinlər, yuxarı baxımdan şükür eləməsinlər. Növbəti qonağımız Qarabağ Savaşında vətənin müdafiəsi zamanı sağlamlığını fəda vermiş tank kapitanı Muradov Əkbər. Əkbər uzun illərdir ki, Paralimpiya Komitəsinin üzvüdür. O güllə atıcılıqla məşğuldur. Dəfələrlə Avropa çempionu olub. Və mən istəyərdim ki, Əkbərin özündən soruşaq ki, bu idmanda hansı nailiyyətləri əldə etmişdir? Buyurun Əkbər. Çox sağ olun. İlk öncə mən sizi bu kanalın yaradılması münasibəti ilə təbrik edirəm. İşlərinizdə, fəaliyyətinizdə uğurlar arzulayıram. Bildirdiyiniz kimi mən 2004-cü ildən Paralimpiya yığma komandasının, güllə atıcılığı üzrə yığma komandasının üzvüyəm. Bir çox beynəlxalq turnirlərin iştirakçısıyam. Vətənimizi Avropa çempionatında, Olimpiya yarışında və dünya kuboklarında təmsilləmişəm. Bu təmsilçilik müddətində 9 medal vətənimizə gətirmişəm. Azərbaycan bayrağın beynəlxalq turnirlərdə yüksəltmişəm. Onlardan dünya kubokunun 1-ci, 2-ci, 3-cü yerlərinin sahibiyəm. Avropa çempionatının 3-cü sahibiyəm. Komanda hesabında da bu yaxınlarda biz İspaniyanın Alicante şəhərində açıq Avropa çempionatı keçirilirdi. Orada komanda hesabında 3-cü yerin əldə etmişik. Orada da vətənimizi uğurla təmsilləmişik. Qabaqda yarışlarımız var, dünya çempionatı gəlir, ona hazırlıqda yox. Belə. Çox sağ olun Əkbər müəllim. Siz ölkəmizdə əlillərin fəaliyyətini necə qiymətləndirirsiniz?
əlillərə cəmiyyətin baxışını necə qiymətləndirirsiniz? Demək, cəmiyyətimiz əlillərlə elə indi sıx təmasda olmağa başlayıb. Bu Paralimpiya bu yolda böyük iz qoyub, böyük fəaliyyət göstərir. Elə bil ki, idmançılar beynəlxalq turnirlərdə iştirak etdikcə, məsələn, İlham Zəkiyev kimi, Uluxan kimi və digər paralimpiyaçı, mükafatçı idmançılarımız bu işdə böyük rol oynayırlar. Onların fəaliyyəti televiziyada işıqlandıqca əlillər də bir növ ruhlanıb gəlirlər bu işlə, bu idmanda özlərini sınamağa, məşğul olmağa. Cəmiyyət özü hələ ki, indi qəbul eləməyə başlayır. Görür ki, əlillər də öz sözlərin ictimaiyyətdə deməyə qadirdirlər və qəbul edirlər. Amma elə bu iş biraz vaxt aparacaq, çox güman ki. İnkişaf var. Az da olsa, zəif də getsə inkişaf var, amma bu yolda idmanın çox böyük rolu var. İnkişafa doğru gedir. İnkişafa doğru gedir. Əvvəllər, məsələn, mən 2004-dən gəlmişəm Paralimpiya İdman komitəsinə. Burada özüm də hiss edirəm ki, əvvəllər barmaqla sanılası idmançılar vardı. İndi şükür Allah ki, artım böyükdür, artan var. İndi idman belə bir şeydir. İdmanda hər kəs gəlib nəticə eləyə bilmir. Bir var profesional idman. Orada rəqabətə dözümlülük lazımdır. Orada yüksək nəticə eləmək üçün yüksək iradə lazımdır. İndi bu hər kəsdə Məni bir alınmır. sual maraqlandırır. Bax, Avropada dəfələrlə, Avropanın bəzi ölkələrində olursunuz və onların şəraitlərini də görürsünüz. Avropada əlillərə münasibəti necədir, bizdə əlillərə münasibəti necədir? Avropada əlillərə şəraiti necədir, bizdə əlillərə şəraiti necədir və nələrin daha tez olmağını istəyərdiniz? Bilirsiniz, Avropada bəzi dünya ölkələrinin bəzi hissələrində, Avropada, məsələn, Amerikada bəzi yerlərdə olmuşam. Əlbəttə ki, orada inkişaf eləmiş ölkələrdə əlillər özlərinin tam ölkələrinin tam hüquqlu vətəndaşı hesab edirlər. Orada heç bir elə bir problem yoxdur. Yəni ki, onların infrastrukturları onlara şərait yaradır ki, onlar özlərinin tam hüquqlu, özlərinin vətəndaş hiss eləsinlər. Onlar üçün bu şərait yaradılıb. Onlar da özlərinin müəyyən dərəcədə göstərirlər. Əlbəttə ki, məsələn, pantuslardır. Ümumiyyətlə, Avropada mən gəzirəm. Yüksək bardiyurlu küçələr yoxdur demək olar. Binalarda o baryer deyilən məsələləri hamısını götürüblər aradan. Evlərin qapılarının kandarı yoxdur. Bəzən biz əvvəllər maraqlanırdıq ki, məsələn, Avropa otellərində gedib qalanda ki, görəsən oradan kandarlar ya bu sanuzellərə girmək şəraiti necədir? Biz onu deyəndə biraz onlara təəccüblü gəlirdik. Ümumiyyətlə, sağlamla qeyri-sağlam arasında bir fərq yoxdur ki, orada oteldə hansısa 5 yıldız olsun, 3 yıldız olsun, 2 yıldız olsun, fərqi yoxdur. Orada kandar söhbəti yoxdur, yəni baryer deyilən bir şey yoxdur. Səncə bizim ölkədə bunlar olacaq və neçə il olacaq? Neçə ilə olacağını demək mənim üçün çətindir, amma nə etməliyik ki, bunlar olsun? İnşallah indi ölkədə məsələn geniş tikinti işləri gedir. İndi burası biraz mühəndisləri, biraz proyekt verən biz özümüz görüşürük. O mütləq. Mən təklif edərdim ki, biz bəzi əlillər, əlil arabasında olan əlillər yığışağın bir dəstə halında gedək Bakı şəhər icra hakimiyyətinə görüş keçirir. Və onu təklif edəyim, yaxud deputatlarımıza, iş adamlarımıza, memarlarımıza, sənətkarlarımıza təklif edəyim ki, əlil arabasında otursunlar, bir gün şəhəri gəzək. Ondan sonra bəlkə şəhərin tikintisində əlillər üçün hər şeyi nəzərə alınır.
İnşallah ki alınlar, bu ona doğru getməlidir. İndi hiss olunur ki, görürsən ki, məsələn, bəzi məsələn quruculuq, tikinti işləri ilə məşğul olan memarlardır, mühəndisləridir, xarici ölkələrə ezam eləyirlər, baxsınlar, götürsünlər. Götürdükləri şey var. Biraz o biraz o əlillərin məsələsində, bordür məsələsində hələ onlar o üçün biz özümüzü doğrudan da həmin mühəndislərlə, həmin iş icraçılarla görüşüb onlarla o məsələni müzakirə eləməliyik, başa salmalıyıq ki, bizim məsələn o bordürlərdən keçməyimiz mümkündür. Onun üçün bordür məsələsi nə qədər aşağıdan qoyulsa, bir o qədər sərbəst hərəkət mümkündür. Burada əlbəttə ki, əlil idmançıların rolu böyük olacaq, sözü də biraz ötkəm olacaq. Cəmiyyətdə birbaşa əlil idmançılar tanınır Bəli. və əlil idmançılar da gərək öz sözlərini deyərlər ki, Sizlə razıyam. Geridə qalan əlillər üçün xeyirlər dəymiş. İnşallah biz əlil idmançılara dəstək cəmiyyəti də yaranıb, sizin bu Arabacı TV də yaranıb. İnşallah mən elə bilirəm ki, bu fəaliyyəti istiqamətləndirib bu işə tez bir zamanda nail olmaq mümkündür. Tikirlər onsuz. Bunu tikirlər. Bunu biraz uyğunlaşdırılmış variantda tiksə də heç problem olmaz. Bu məsələ də tez həllini tapar. Çox sağ ol Əkbər müəllim. Biz də sizə qarşıdan gələn yarışlarda müvəffəqiyyət arzulayırıq. Arzu edirik ki, bir çox əlillərimiz də sizə baxsınlar, stimul alsınlar, evdə özlərinə qapanmasınlar, idmanla mı və yaxud özlərinin başardığı bir işlə məşğul olsunlar, cəmiyyətə və ilk ömrə özlərinə, ailələrinə, cəmiyyətə və dövlətimizə xeyirləri dəysin.